Az 5-ci sinif şagirdləri, əziz izləyicilər, bugün mən sizlərlə 5-ci sinif dərsliyindən səhifə 65-in izahını verəcəm. Mövzumuz ədədlərin kəsrə vurulmasıdır. Deməli, ilk öncə qayda dəftərlərimizi açırıq. Bütün 5-ci sinifləri bilir. Qayda dəftərlərimizi açırıq və ora bu qaydı yazırıq. Burada deyir ki, natural ədəd kəsirin sürətinə vurulur, alınan kəsir ixtisar olunur. Cavab qarşı şəklində yazılır. Yəni, mən ümumiyyətlə bu qaydaları qruplarınıza atıram. Qruplarımız haqqında da məlumat verək. 5-ci sinif dərsliyinin video izah və yazılı izah forması. Yazılı izahı da növbəti videoda qeyd edəcəm. Yazılı izah forması ayda 2 manat ödəməklə qoşula bilərsiniz. Deməli, əziz izləyicilərimiz, burada necədir? Üçüncü misaldan başlayaq. 5 vurulsun 9'da 1 kəsirini necə tapırıq? Biz bilirik ki, ədədimiz həmişə sürətə vurulur. 9'da 5. Əgər ixtisar olunmursa, bunu yazıram. 5 vurulsun 9'da 1 bərabərdir 9'da 5 formasına. Çünki heç bir ixtisarımız yoxdur. Növbəti 2 vurulsun 5'də 2. Əgər həmişə yadınızda saxlayın, ədədlə, natural ədədimizlə, tamla məxrəci ixtisar edə bilərik. Sürətlə bizim işimiz yoxdur. Ona görə məxrəc olduğu kimi qalır. 2 ilə 5 heç nəyə ixtisar getmədiyinə görə 2-də eləyəcək 4. Deməli, 2 vurulsun 5'də 2 bərabərdir 5'də 4'ə. Növbəti 4 vurulsun 8'də 3. Baxın, bu şərtdə 4 ilə 8'in ortaq böləni var. 4'ü 4'ə bölürəm 1, 8'i 4'ə bölürəm 2. Bərabər eləyəcək. Məxrəcdə qaldı 2, sürətdə qaldı 3. Bunu da qarşıq kəsir şəklində yazsam 1/2'də 1 eləyəcək. Deməli, yazıram bura. 4 vurulsun 8'də 3 bərabərdir 4 ilə 8'i 4'ə ixtisar eləyəcəm. Eləyəcək 2'də 3. O da bərabərdir 1/2'də 1'ə. Bunları silək, növbətiləri yazaq. Növbəti 6 vurulsun 12'də 5. Deməli, 6 ilə 12 6'ya ixtisar gedir. 1, 2 bərabərdir 2'də 5'ə. 2'də 5'i də qarşı kəsir şəklində yazsam 2'də 2/2'də 1. Deməli, yazıram. 6 vurulsun 12'də 5. 6 ilə 12 1, 2 bərabərdir 2'də 5'ə. Bərabərdir 2/2'də 1. Sonra 9 vurulsun 6'da 1. Hər ikisi 3'ə bölünür. 6'yı 3'ə bölürəm 2. 9'u 3'ə bölürəm 3. 3 bura sürətə vurulur. Məxrəc 2, sürət isə 3 olur. Bərabərdir 1/2'də 1. Deməli, 3 vurulsun 6'da 1, 9 bərabərdir 3'ə ixtisar etsəm 2, 3. 2'də 3 bərabərdir 1/2'də 1. Növbəti misalımız 15 vurulsun 10'da 2. Hər ikisi 5'ə ixtisar gedir. 2, 5'ə ixtisarında 3. Baxın, bu 2 ilə də bu 2 ixtisar gedəcək. Çünki sürət və məxrəcdir. Qalır bir dənə cavabımız 3. Deməli, nə yazıram? 15 vuraq 10'da 2. 5'ə ixtisarında 2, 3 bərabərdir 3 qalacaq. Sonra 7 vurulsun 7'də 3. Bu 7 ilə bu 7 gedir. Hər birində 1 qalacaq. Cavabımız yenə 3 eləyəcək. 7 vurulsun 7'də 1, 7'də 3 bərabərdir 3'ə. Növbəti 9 vurulsun 3'də 1. 9 vurulsun 3'də 2. 3 3'ə 1, 9 3'ə 3. Bərabərdir. Məxrəc 1 olduğuna görə ədədlə sürət vurulur, eləyəcək 6. 9 vurulsun 3'də 2. 1, 3 bərabərdir 6'ya. 12 vurulsun 18'də 5. Hər ikisi 6'ya ixtisar getdiyinə görə 6'ya vuranda 2, 6'ya vuranda 3 bərabər eləyəcək. Məxrəcdə 3, sürətdə 10.
beraberdir 3 tam 3'te 1. 12 vuraq 18'də 5 beraberdir 6'ya bölündü 2, 6'ya bölündü 3. 3'te 10, 3 tam 3'te 1. Sonra 3 vurulsun 12'de 5. 3 ile 12'yi sayayım. 3'e 1, 3'e 4. Beraberdir 4'te 5. O da beraberdir 1 tam 4'te 1'e. Yazıram buradan. 3 vurulsun 12'de 5, 4. 4'te 5 beraberdir 1 tam 4'te 1'e. Sonra bunları silək. Növbəti isə yenə eyni qayda ilə 2 vurulsun. 2 vurulsun 8'də 7. Bu 2 ilə məxrəc ixtisar gedir. 1, 4 bərabərdir 4'də 7 bərabərdir 1 tam 4'də 3. 2 vurulsun 8'də 7. 2'yi 2'ye böldüm 1, 8'i 2'ye böldüm 4. 4'də 7 o da bərabərdir 1 tam 4'də 3'e. Sonra 2 vurulsun 3'te 2. 2 ile 3 ixtisar getməyinə görə 3 olduğu kimi qalır. 2 sürətə vurulur. Eləcə 3'te 4. 2 vurulsun 3'te 2 bərabərdir 3'te 4. Sonra 5 vurulsun 10'da 7 bərabərdir 5 ilə 1'ə 5 2'ye. Eləcə 2'də 7 bərabərdir 3 tam 2'də 1. 5 vurulsun 10'da 7. 5 5'e 1, 15'e 2. 2'de 7 beraberdir 2 tam 3 tam 2'de 1. Sonra 3 vurulsun 9'da 8. 9 ile 3'ü ixtisar edirəm. 3'te 8 alınır. Bərabərdir 2 tam 3'te 2. Deməli 3 vurulsun 9'da 8. 1, 3. 3'te 8. 2 tam 3'te 2. Sonra 4 vurulsun 6'da 5. 2 ixtisar edirəndə 2, 2 ixtisar edirəndə 3. 3'te 10. 3 tam 3'te 1. 4 vurulsun 6'da 5. 3'te 10. 3 tam 3'te 1. Sonra 4 vuraq. 3 vuraq. 3'te 2. 3 ilə məxrəcdəki 3 ixtisar gedəcək. Qalacaq 2. 3 vuraq. 3'te 2 bərabərdir 2'ye. Növbəti 7 vuraq. 5'te 2. Heç bir ixtisar getməyinə görə 5'te 14 bərabərdir 2 tam 5'te 4. Yəni düzgün olmayan kəsiri qarışıq kəsirə gətirməyi də bilirik yəqin ki. Olmasa da digər videolarda izah edəcəm. İzahlarına baxa bilərsiniz. 5'te 14 bərabərdir 2 tam 5'te 4'e. Növbəti 6 vuraq 5'te 4 bərabərdir 5'te heç bir ixtisar getməyinə görə 24 bərabərdir 4 tam 5'te 4'e. 6 vurulsun 5'te 4 bərabərdir 5'te 24. O da bərabər 4 tam 5'te 4'e. Növbəti 10 vurulsun 20'də 11. 10 ilə 20'yi 10'a ixtisar edəndə 1, 2. 2'də 11 bərabərdir 5 tam 2'də 1. 10 vurulsun 20'də 11. 1, 2. 2'də 11 bərabərdir 5 tam 2'də 1. Sonra 5 vurulsun 25'te 13. 5 ilə 25 5'e ixtisar gedəndə 5, 1. Eləcək 5'te 13 bərabərdir 2 tam 5'te 3. Yazımında 5 vurulsun 25'te 11. 13 daha doğrusu.
beraberlik ixtisar gedəndə 5, 5'də 13, 2 tam 5'də 3'ə. Növbəti. Elə çətin bir mövzu deyil. Düşünürəm ki, hər biriniz bu mövzunu başa düşmüsünüz. Deməli, 6 vurulsun 15'də 5, 6 ilə 15'i 3'ə ixtisar edəndə 2, 3'ə ixtisar edəndə 5. Bu 5'dən sürətdəki 5'də gedir. Yadınızda saxlayın. Həmişə biz sürət məxrəci ixtisar apara bilərik. Qalır cavabımız 2. Deməli, 6 vuraq 15'də 5. 6 ilə 15'i 3'ə ixtisar edəndə 5 bərabərdir 2'yə qalacaq. Mən kənarda PDF formasına görə də yazıram deyə. 7'yə ixtisar etsən 1, 2. 2 də bu sürətdəki 2'yə vuranda edəcək 4. 14 vurulsun 7'də 2, 2, 1 bərabərdir 4'ə. Sonra 6 vuraq 8'də 6. 8'dən 6'ya ixtisar edirik 2'yə. 4, 2'yə 3. 2'yə ixtisar edirsə 2, 2'yə ixtisar edirsə 3. Bərabərdir 2'də 9. Bərabərdir 4 tam 2'də 1. Olacaq 6 vuraq 8'də 6. Bərabərdir. 2'yə ixtisar edəndə 4, 2'yə ixtisar edəndə 3. Eləcək 4'də 18. 2, 2'də 9. O da bərabərdir 4 tam 2'də 1. Növbətilər. 7 vuraq 21'də 5. 21 ilə 7, 7, 1, 7, 3. 3'də 5. Bərabərdir 1 tam 3'də 2. Sonra 9 vuraq 18'də 6. 1, 2. 6'yı da 2'ye böləndə 3. 12 vuraq 18'də 6. 1, 18'dən 6'ya ixtisar edir. 6'ya 1, 6'ya 3. 12'yi də 3'ə 1, 4. Bərabər edəcək 4'ə. Deməli, yazaq bunu da. Hazırlayaq. 7 vuraq 21'də 5. 1, 3. 3'də 5. Bərabərdir 1 tam 3'də 2. Növbəti. 9 vuraq 18'də 6. 1, 2. Bərabərdir 6, 2'ye böləndə 3. Sonra 12 vurulsun 18'də 6. 6'ya 2. 6'ya 3. Bərabərdir 1, 2, 4'ə. Və son olaraq 11 vurulsun 22'də 2. 11'ə 1, 11'ə 2. 2'yi də 2'ye böləndə edəcək 1. 11 vuraq 22'də 2'yi də 2'ye böləndə düşəcək 1. Birinci, üçüncü misalımızın sonuna gəldik. Düşünmürəm ki, hər hansı bir vurmalarda naturaldədir, kəsrə vurmada probleminiz olsun. Gələk misal 4'ə. Misal nömrə 4. Misal nömrə 4'də nə deyir? Boş xanalara deyir, uyğun ədədləri müəyyən edin. Baxın, əgər ədəd kəsrə vurulur, sürətdə yazılırsa, mən burada kvadratın 2 vurulsun 3'də 1 bərabərdir 3'də 2 deyə bilərəm. Düzdürmü? Yazıram 2 vurulsun 3'də 1 bərabərdir 3'də 2'yə. Əgər ixtisar getmirsə, 4 vurulsun 2'də neçədir bu? 4 vurulsun 2'də 2 olması üçün 2'də 1 olmalı. Çünki burada 2 ilə 1, 2 ixtisar gedir, bərabərdir 2'yə. Olacaq 4 vurulsun 2'də 1 bərabərdir 2'yə. Sonra, əgər 5'i 7'də 1'ə vurursa, ədəd hara vurulurdu? Sürətə vurulurdu. 7'də 5 olacaq. Olacaq 5 vurulsun 7'də 1 bərabərdir 7'də 5'ə. Sonra 3 vurulsun 8'də 1 imiş ki, sürətə vuranda 8'də 3 alınır. 3 vuraq 8'də 1 bərabərdir 8'də 3'ə.
Son olarak 5 vurulsun 6'da 5 beraber edecek 6'da 20. Ne yazıram? 6'da 25 iqtisadi qarşı kəsrə gətirəndə 4,6'da 1. Deməli 5 vurulsun 6'da 5 beraber de 6'da 25 o da beraber 4,6'da 1. Ve sonuncu ilk önce bak bunu bu şekilde bilmirsinizsə 1,5'də 4'ü açılışını yazaq. 1,5'də 4 kəsri mənə verəcək 5'də 9. Düzdürmü? 3'ü də 5'də 9 alması üçün 5'də 3 yazmalıyım. 5'də 9 yazıram. 3 vurulsun 5'də 3 beraberdir 5'də 9. O da beraberdir 1,5'də 4'e. Misal 4'ümüz tamamlandı. Gələk görək başqa nə verilib bizə bu səhifədə. Öyrənmə var. Adi kəsirlərin vurulması. 2 dənə kəsir bir-birinə vurulur. 2 kəsirin hasili sahə mədəni təsvir etmək olar. Düzbucaqlının eni uzunluğu şəklində yazılır. Yadda saxlayırıq. 2 kəsirin hasilini tapmaq üçün sürətlər vurub. Sürətdə məxrəclər vurub məxrəcdə yazmaq lazımdır. Bəli. Əgər ixtisar varsa, elə yerindəcə ixtisar etmək daha yaxşıdır. Fikirləş, kəsirlərin vurulma qaydasından istifadə etməklə kəsirin natural ədəddə hasilini necə tapmaq olar? Bu üsulla 7'də 2 tapaq. 7'də 2 vurulsun 3. Əgər natural hasilini necə tapmaq olar? Belə yaza bilərik. 7'də 2 vuraq 7'də 2 üstə gedək. 7'də 2 3 dənəsini yazanda 3 vuraq 7'də 2 şəklində ala bilərik. Bərabər edəcək 7'də 6. Belə yaza bilərik. 65-ci səhifənin sonuna gəldik. Deyirəm hər şey başa düşdünüz. Başa düşmədiyiniz bir hissə olsa yorumlara qeyd edərsiniz. Qrupumuza qoşulmaq üçün isə aylıq cəmi 2 azeyindir. Bizdən qeyd etdiyimiz əlaqə vasitələrindən bizlə əlaqə saxlaya bilərsiniz. İzlədiyinizə görə təşəkkürlər. Hər birinizə uğurlar.